Bu 10-cu sinif 1-ci qrup riyaziyyat suallarının izahına baxırıq. Bu cür çox texnik suallardır. Deyir ki, düz bucaqlıdır, A-yə tənböləndir. Deməli, bura 45, bura 45 yaza bilərik. Ümumi 90 dərəcədir. Yarıya bölürsə, deməli, 45 qalacaq və burada 90-dır. Eynən də bura 45-dir. Gəlin ümumiyyətcə bütün bucaqları yazaq. SDY 30-dur. Burada 90 olduğuna görə burada 60 dərəcədir. İndi buranı bizə 8/6 verib. Bilirik ki, indi bu üç bucağa AB'yə baxırıq. X olarsa, hipotenuz x/2'dir. X/2 bərabərdir. Bunu da belə yazaq. 8 vurulsun, /2 vurulsun, /3 şəklində. /2'lər gedəcək. X bərabərdir 8/3-ə. Deməli, tərəf 8/3-dür. Eynən də burada 8/3 olacaq. İndi 60'ın qarşısı 8/3-dürsə, 30'un qarşısı bunun /3 nisbətinə bərabərdir. Yəni 8'ə bərabərdir. İndi bizdən DY-ni istəyir. 90'ın qarşısı da 30'un qarşısının kimisidir. Yəni 16'dır. Doğru cavabımız Y variantı olacaqdır. Keçək ikinci sualımıza. Bizə belə bir ifadə verir və qiyməti tapmalıyıq. İndi gəlin kosinus 34'ün yerinə 1 çıxaq, sinus kvadratı 17 dərəcə yazaq. Buradan da 2'də 1 kosinus 34 dərəcə bərabər olacaq. 2'də 1 sinus kvadratı 17 dərəcəyə. İndi burada yerinə qoysaq sinus kvadratı 17'lər gedəcək. Yəni yerinə qoysaq gedəcək. 2'də 1 ilə 2'də 1'in cəmi 1 qalacaq. Keçək bu suala. Deyir ki, həqiqi kök yoxdur. Yəni diskriminant sıfırdan kiçik olmalıdır. Bu zaman mənfi a kvadratı, yəni nə deməkdir? B kvadratı çıxaq 4ac kiçik olmalıdır sıfırdan. A kvadratı mənfi a'nın kvadratı çıxaq 4 vurulsun 3 vurulsun 12 kiçik olsun sıfırdan. A kvadratı çıxaq 12'nin kvadratı sıfırdan kiçik və a çıxaq 12 vurulsun a plus 12 sıfırdan kiçik olsun. İntervalımız mənfi 12 12 aralığıdır. Burada qoysaq müsbət, mənfi, müsbət. Deməli, bizə mənfi hissə lazım olduğundan mənfi 12 12 parçası ikisi də daxil deyil, yəni D variantı. Deyir, ilk 21 həddi olan, yəni həddinin cəmi 630 olan bizə bir hissə verilmişdir və bizə də deyir ki, A11'i tap. Yəni S21 630'dur. A11 bərabərdir suala. S21'i yaza bilərik ki, A1 üzərinə gəlsin, AN A21 bölək 2 vurulsun, nə? 21 630. 22'dir, 2'yə də böləndə 11. Yəni A11 bərabərdir 630'un 21'ə nisbət, yəni 30'a bərabər olur. Deyir ki, eyni güclü olan 6 traktor 8 saat aşımır, 8'i də X. Tərs mütənasibdir, yəni hasil sabitdir. X deyəcək 6. Bizə amma deyir ki, yarısında 6'nın yarısı 3. Deyir ki, bir-birindən fərqli ABC rəqəmlərinin cəmi sadədir. Bizə belə bir ədəd verilib, bunun da üzərində var. Yəni, belədir. Deyirəm ədədi neçə müxtəlif sadə vurğu olar. Açsaq 111A, 111B, 111C şəklində olacaqdır. 111'i çıxarsaq A, B, C. İndi 111'də 3 vurulsun 37 şəklində yaza bilərik. Və burada da bu cəm də sadədir, bu da sadədir, bu da sadədir. Deməli, 3 dənə sadə vurğu olmuş olar müxtəlif. Keçək ikinci səhifəyə. Deyir ki, M çox həllісinin dərəcəsi 3'dür. Yəni, M-ə biz yaza bilərik ki, X-in kubu. N-i də yazaq X/4. Dərəcəsi 4'dür. Gətirib yerinə qoymaq lazımdır. 2 vurulsun X/6 vurulsun X/12 üzərinə gəlsin. 3 vurulsun X/9 vuraq X/8. Burada dərəcə 17'dir, burada 18'dir. Böyük olan lazımdır, çünki çox həllidir 18. Baxaq, Venn diaqramına aid bir suala, yəni çoxluq sualdır. Sinifdəki şagirdlərdən yalnız musiqi dərnəyinə gedənlərin sayı. Dən çəkək. Musiqi idmandır. Da sinif. Yalnız idman dərnəyinə gedənlərin sayından 4 nəfər azdır. Hər ikisinə gedənlər yalnız idman və musiqiyə gedənlərin cəminə bərabərdir. 3 nəfər heç birinə getmirsə, ən az neçə şagird var?
X bura, Y bura desək 3 nəfər heç birinə getmir. Və bu cümləyə əsasən də deyə bilər ki, burada X plus Y-dir. Və deyir ki, yalnız idman dərnəyinə gedənlərin sayından musiqiyə gedənlərin sayı 4 nəfər azdır. Yəni bu deməkdir ki, X plus 4 Y-ə bərabərdir. İndi yazsaq, 2X üstə gələk, 2Y üzərinə gəlinsin 3. İndi bu X üstə gələk 4 Y-dən də istifadə etsək, alınacaq ki, 2X üstə gələk 2X üzərinə gəlinsin 8, üstə gəlinsin 3. 4X üstə gəlinsin 11. X minimum 1 ola bilər. Yerinə qoysaq, bu da eləyəcək 15. Yəni D variantı. 9-a keçirik. Belə bir ifadə verilib. Bizə deyir ki, ifadəni sadələşdirin. A-nın da intervalı budur. İndi buradan göründüyü kimi bu nədir? 3 adda A çıxaq 1 bölünsün A-nın kvadratı çıxılsın 1 bölək A-dır. İndi buradan da nə çıxır? Modulda A çıxaq 1 bölək A çıxılsın 1 bölək A. Bu mənfi olduğuna görə yer dəyişib çıxacaq. Və bundan ixtisar gedəcək. Mənfi A qalacaq. Yəni Y variantı. Keçək bu suala baxaq. Sinuslu bir ifadədir. Bunu biz sadələşdirməliyik. İndi burada məlum məsələ sinus 3x bərabərdir 1 bölək 2-yə. 3x bərabərdir mənfi 1 üstü k vurulsun. Arc sinus 2-də 1 üstə gəlsin pi k-ya. Bu da pi bölünsün 6 deməkdir. Yəni 3x budur. X də tapanda hər tərəfi bölməliyik. Deməli neçəyə? 3-ə. Pi bölünsün 18 üzərinə gəlsin pi k bölünsün 3 formasında bir ifadə alacaq. Bu da B variantındadır. Deyir ki, bərabərsin ən kiçik həlli 12 olsun. İndi buranı vurub açmaq lazımdır. Yəni 3x çıxaq B böyük bərabərdir. 2x üzərinə gəlsin 2B-dən. Buradan 3x çıxaq. Yəni bunu sağa, bunu sola, birini sağa, birini sola keçirsək, x böyük bərabərdir 3b. Həll 3b-dən müsbət sonsuzluğadır. Ən kiçik həldə deyir 12 olsun. Ən kiçik həldə 3b-dir. 3b-ni bizə 12 verib, deməli b-nin 4 qiymətində olacaq. Yəni A variantı. Çevrə sonuna baxaq. Deyir AB ilə CD bərabərdir və tərəf bərabərdirsə, ayırdıqları məsafədə deməli bir-birinə bərabər olacaqdır. Yəni OM ilə bu odu da yəqin ki ON bərabərdir. Yəni 2M çıxaq 1 çıxaq M çıxaq 1 0 olsun. M də 2-dir. M-i 2 tapdıq. Deməli burada 3-dür, burada 3-dür. Düzdürmü? Bizdən də nə deyir? Çevrənin uzunluğunu deyir ki tapın. İndi burada ümumi 8-dir, düzdür. Bu da deməli vətər 2 yerə bölünür. 4 4. İndi buradan bir dənə radiusu çəkib tapaq. Baxın. Burada 90-dır da. 3 4 deməli hipotenuzda 5-dir. Hipotenuzda nədir? Radiusdur. Radius 5-dir. Bizdən də çevrənin uzunluğunu istəyir. 2 pi yerdən də 10 pi çıxır. Yəni B variantı olacaq. Keçək 3-cü səhifəmizə. Ehtimala aid bir sualımız var. Deyir, çoxluğun elementləri arasında təsadüfi seçilmiş iki elementin cəminin 5-ə bərabər olması hadisəsinin ehtimalını tapın. Kombinezon 5-dən 2-dir. 1 ilə 4-dür ya da ki 2 ilə 3-dür. Kombinezon olduğuna görə yəni yer dəyişimi nəzərə almırıq. Yəni bir dəfə olacaq 2. Bu da eləyəcək 5 faktorial bölü 2 faktorial vurulsun 3 faktorial. Yəni 4 vuraq 5-in yarısı 10. Bu da eləyəcək 0,2. Deyir ki, məhsulun qiyməti əvvəlcə 120, yəni 20% artır. Yəni x-i vururuq, 120% artırılır. Yəni 120% olur da 20% artırılırsa. Sonra yeni qiyməti 15% endirim edilir. Yəni 85 bölək 100. Bu bərabərdir 408-ə. Bizdən x-i soruşurdu. Aha. Deməli, burada ixtisar gedəcək 6 ilə 5 qalır. 85-i 6-ya vursaq 510. Bərabərdir 408 vurulsun. Burada 5, burada 100. 5 vuraq 100. Deməli, burada ona ixtisar edəsə x vuraq 51 bərabərdir 408 vurulsun 10 vurulsun 5-ə. Buradan yazıram. X vurulsun 17 3-ə ixtisar edəsə, bunu da 3-ə bölsə 136 eləyir, vurulsun 50.
Deməli, bunlar da getsə 8 qalır. 8 dəliyə vursaq 400 manat, yəni D variantıdır. Deyək ki, 3 eyni tarix kitabı, tarix riyaziyyatı, 4 eyni riyaziyyat deməli kitabı üst-üstə qoyulur. Tamam. Deyək ki, ümumi hündürlüyü 54 olur. Əgər tarix kitablarından biri çıxarılıb yerinə eyni növdən olan bir riyaziyyat qoyulsa, ümumi hündürlük 3 sm artar. Riyaziyyat kitabının hündürlüyünü tapın deyir. İndi yəni 4x-lə 3y-in cəmi 54-dür. İndi 5x-lə deməli 2y-in cəmi də yəni bunu bir dəfə bir vahid artırırıq, bunu azaldırıq. Olacaq 3 sm artar, yəni 57. Tərəf-tərəfə çıxsaq, alınacaq ki, x çıxaq y bərabərdir 3-ə. Deməli, buradan da y bərabərdir x çıxaq 3-ə. Gətirib birincidə yerinə qoysaq, alınacaq ki, 4x üstə gəlsin 3x bərabərdir 63-ə. 7x 63-dən x-ə 9-dur. Yəni Y variantı. Baxaq bu suala, növbəti sualımıza baxaq. Baxaq buna. Deməli, AB bölünsün 99, üzərinə gəlsin BA bölünsün 99 bərabərdir 11A, üzərinə gəlsin 11B bölək 99. Hər tərəfdə 11-ə bölsək, yəni bunu çıxarıq mötərizə xaricinə. Hər tərəfdə 11-ə bölsək, yəni 11-ə ixtisar eləsək, A plus B bölək 9-dur. Bunu da A plus B böləndə 9-da 1 qalacaqdır. Keçək növbətisinə. Bizə deyir ki, BD diaqonalı ayın parçasını o nöqtəsində kəsir. M də BC-nin üzərindədir. Perimetrlər nisbətini verir. BM-in SM olan nisbətini bizdən istəyir. Buradan baxın. Bu dəqiqə. Bu bucaqla bu bucaq çarpazdır. Bu bucaqla isə bu bucaq bir-birinə çarpazdır. İndi buna görə bunlar oxşardır. Yəni 3 bucaq MOB oxşardır AOD-yə. Yəni MB-nin AD-yə nisbəti bərabərdir K-ya. İndi perimetrlər nisbəti də elə, yəni bütün xətti ölçən nisbəti bir-birinə bərabərdir. Sahə və sahələrin nisbəti yalnız onların kvadratıdır, həcmlər də kubudur. Bunun neçə dəfə təkrarlanan bir şeydir. Biraz nazildək. 3 bölək 5-ə. MB-yə bir 3 n desək, AD-yə bir 5 n desək. İndi gətirək yerinə qoyaq. AD 5 n-dir, bura 3 n-dir. Paralel olduqlarına görə burada 2 n-dir. Bizdən də BM-in, yəni 3 n-in MC-yə 2 n olan nisbətini istəyir. 3-ün 2 nisbəti 1,5-dir. Deyək ki, vektorun uzunluğu neçə olsun? 3 olsun. İndi vektorun uzunluğunu belə işarə edirik. Modul uzunluğu hamısı eyni şeydir. Vektor izahımız da var. Kökdə 3-ün kvadratı üzərinə gəlsin m-in kvadratı 3 olmalıdır. Yəni kök altda 3 üzərinə gəlsin m-in kvadratı 3 olsun. Yəni bura 9-dur. Yəni bunun yaza bilərik ki, kök altda 9. Buradan m kvadratı 6-dır. M mənfi müsbət kök altda 6-dır. Bizdən də məncə müsbət deyirdi. Müsbət deyirdi, kök altda 6-dır. Keçək növbəti səhifəyə. Deyir ki, ABC üçbucağın daxilinə mərkəzi o nöqtəsində olub və bu üçbucağın BC tərəfinə N nöqtəsində toxunan çevrə çəkir. Buna diqqət eləyək. Əgər radius tərəfə paraleldirsə, deməli bu düzbucaq, üçbucaq. İndi baxacaq niyə və bizə bunları sor verib, alfanı soruşur. İndi bir üçbucaq çəkək. Burada çevrə çəkək. Biraz oxşadı. Neysə. Bu radiusdur. Burada O'dur, mərkəzdir. Bura bir B deyək, bura bir A, bura C. ABC bucağıdır və N, ON'dir bu. N nöqtəsinə toxunur. İndi ON AB-yə paralel olduğunu, yəni bunlar perpendikulyar, düzdürmü? Radius toxunma nöqtəsinə toxunana perpendikulyardır. ON ilə AB paralel olduğuna görə burada perpendikulyar olur. Yəni buradan çıxır ki, bu nədir? Düzbucaqlı üçbucaqdır. Deməli bu bucaqla bu bucağın cəmi olmalıdır 90 dərəcə. Yəni bu verilənlərin cəmi 90-dır. 4 alfa çıxılsın 10, o eləməlidir 90 dərəcə. Buradan da 4 alfa 100 dərəcədən alfanı biz 25 dərəcə tapmış olarıq. Yəni Y variantı. Baxaq bu suala. Deyir ki, funksiyanın
təyin oblastını tapın. Bura baxırıq ki, x kvadrat üzərinə gəlsin, x üzərinə gəlsin 1. Məxrəcdə d, həm də məxrəcdə d 0 ola bilməz, köşatda d müsbətdir. Bunda diskriminantı mənfi olduğuna görə istənilən qiyməti ala bilər. Deyir, fərqi pi bölünsün 8 olan qonşu bucaqlardan böyüyünü tapın. Qonşu bucaqların cəmi 180, yəni piyə bərabərdir. Fərqləri də pi bölünsün 8-dir. İndi sistem qursaq, tərəf-tərəfə toplasaq, y-lər gedəcək və alınacaq ki, 2x bərabərdir. Pi üzərinə gəlsin, pi bölünsün 8. Yəni 2x bərabər 9 pi bölünsün 8-ə. X də bərabərdir 9 pi bölünsün 16. Yəni C variantı. Baxaq bu suala. Bir-birini əksdirlərsə ədədlər, deməli cəmlər nədir? 0-dır. Bunlar da qarşılıqlı tərsinsə hadisələri 1-dir. 0-la 1-in cəmi də 1-dir. Baxaq bu suala. Bizdən deyir ki, üçbucağın sahəsini tapın. Yəni üçbucaq çəkək, hər hansı bir üçbucaq olsun. Bura olsun A, bura olsun B, bura olsun C. Burada olsun hər hansı bir alfa bucağı, burada 9 olsun, burada 15. Üçbucağın sahəsini istəyir. Ayrıca bir dənə də çəkirəm. Düz bucaqlı üçbucaq. Aha. Bura 3K-dır. Deməli, çünki kosinusunu verib A bucağının. Bura 5K. Deməli, burada nə? 4K-dır. İndi mən buradan sinusunu yazıram. Yəni sinus A-nı yazıram. Sinus A bucağının sinusu da 4 bölünsün 5'ə bərabərdir. Sahə bərabərdir. AB vuraq. Yəni 2'də 1 AB sinus alfa. 2'də 1 AB sinus alfanı yazıram. Sinus A bölünsün 2'yə. Aha. Bu da bərabərdir nəyə? 9 vurulsun 15. Sinus da nə idi? 4 bölünsün 5. Bölünsün 2'yə bərabərdir. 15 ilə 5 gedəcək. Qalacaq 3. 12'nin yarısı 6. 9'a da vurduqda 54 eləyəcək. Baxaq digər sualımıza və bu səhifəni də yekunlaşdıraq. Bizə belə bir ifadə verilib. Bunu gəlin sadələşdirək. A-nı çıxarsaq C çıxaq A. Çıxaq B-ni çıxarsaq yenə C çıxaq A. Bölünsün C çıxaq B. Bu da deyəcək C çıxaq A. A çıxaq B. C çıxaq B. İndi burada bizə nəyi? A çıxaq B-ni verib həm. C çıxaq verib, C çıxaq B-ni verməyib. Bundan bunu çıxıb özümüz tapacağıq ki, mənfi C ilə B-nin cəmi 4'dür. Yəni B ilə C-nin fərqi yəni 4'dür. Bunu yazdıq. İndi C çıxaq A 6'nın əksisi, yəni mənfi 6. A çıxaq B2, C çıxaq B-də 4'ün əksisi mənfi 4. Mənfi 12-ni mənfi 4'ə nisbət 3 keçək növbəti səhifəmizə. Aha, deyir diaqrama əsasən x, y cəmini tapın. Bu A-da əslində. Bura A, bura B-dir. Şəkildə yaxşı düşməyib. İndi A 6'dır. B 7'dir. C 8'dir. D də 4'dür. Yerinə qoysaq 6x çıxaq 7y 4'dür. 8x də gələk 4y də 32'dir. Burada göründüyü kimi hər tərəf 4'ə bölə bilirəm. 2x-in y-in cəmi 8'dir. Hər tərəfdə 7'yə vursaq belə bir ifadə alınacaq. Və bu ilk ifadə ilə bu son ifadəni tərəf-tərəfə toplamaq lazımdır. 20x 60'dan x3 çıxır. x3'dür. x3 isə gətirib yerinə qoysaq, məsələn, ən sadə burada y-də 2 çıxacaq. Yəni x3, y2 cəmləri də eləyəcək 5. Keçək bu suala. İfadənin deyil qiymətini tapın. Deməli, ilk öncə birinci verilən ifadəni kvadrata yüksəldək. A kvadrat üzərinə gəlsin, 2 üzərinə gəlsin. 1 bölək A-nın kvadratı 9'dur. Deməli, A kvadrat üzərinə gəlsin, 1 bölək A-nın kvadratı 7'dir. Bunu təzədən kvadrata yüksəlsək, A üstü 4 üzərinə gəlsin, 2 üzərinə gəlsin. 1 bölək A üstü 4 49'dur. Deməli, A üstü 4 üzərinə gəlsin, 1 bölək A üstü 4 47'dir. Yəni cavab 47'dir. Bizə belə bir ifadələr verilib. Daxili bucaqları cəmi bu düsturla hesablanır. Buradan yazım, daxili bucaq cəmi n vuraq n çıxaq 3 bölək 2'də diaqonallarının sayı. Daxili bucaqların cəmi 1080 dərəcədir. 180 vuraq 6, yəni 2'yə aiddir.
1260'dır. Bu da 3'ə aiddir. Bütün diaqonalların sayı 6 boşda qalacaq. Bütün diaqonalların sayı 9'dur. Bu birinciyə aiddir. 6 vuraq 3'ün yarısıdır. Bütün diaqonalların sayı 20'dir. Bu da buna aiddir. 8 vuraq 5'in yarısı. Bunlar da bitdi. Keçək 28'ə. Bakı şəhərində keçirilən tədbirə qonaqları gətirən elektrik avtobusu 180 km yol qət edir. Bir hissəsini bu qədərə, digərini bu qədərə gedir. 10 dəqiqəlik fasilə verir. Bütün yol bu qədərə gedir. Neçə kilometr yol getmişdir. Deməli, 10 dəqiqə fasilə veribsə, deməli yolda 3 saat 20 dəqiqə müddətində olub. Yəni, bu da 3,1 saat deməkdir. İndi, getdiyi yola x deyək. X-in 50-yə nisbəti ümumi 180 km gedib. Yəni, 180 çıxaq x-in digərini 60-la gedib. 60-a nisbəti onun, yəni bu da nə deməkdir? Onun 3-ə nisbətinə. Hər tərəfi əlçoplarını 300-ə vursaq, 6x üzərinə gəlsin. 900 çıxaq 5x bərabərdir. Bunu da vursaq, necə eləyir? 1000 eləyir. 6x-dən 5x çıxanda x, 1000-dən də 900 çıxanda 100, x 100'dür. Deməli, 100 kilometri 50 km saat sürətlə getmişdir. Məktəbdə keçirilən sərgidə 6 qız və 4 oğlan olmaqla 10 şagirddən 4 nəfərlik komanda seçir. Ən az 2 qız olmalıdır, deyir. Ya 2 qız, 2 oğlan olmalıdır, ya 3 qız, 1 oğlan olacaq, ya da full 4 qız olacaq. İndi nə varmalıyıq? Neçə müxtəlif üsul? Deməli, kombinezon 6-dan 2 vurulsun. Kombinezon 4-dən 2 üzərinə gəlsin. Kombinezon 6-dan 3 vurulsun. Kombinezon 4-dən 1 üzərinə gəlsin. Kombinezon 6-dan 4. İndi bunu hesablayayım. Bu eləyir, deməli, 90, 80, 15'in cəmi. Eləyəcək 185. Yəni, doğru cavab budur. Gəlin, indi son maraqlı bir ispat sualına baxaq. Asan sualdır. Bərabər tərəfli üçbucaqdır. Daxilində nöqtə götürülür. Və tərəfinə qədər olan məsafə. Məsələn, bu olsun. Bu olsun, bu olsun. Adlandırma edək. A, D, B, C, Y, N. Bunlar birləşdirək. Bura bir K deyim. Burada bir N demişim. Deməli, bunları da birləşdirək. Bir dənə də hündürlük çəkim istifadə edəcək. Ya da H. Deməli, biz isbat eləməliyik ki, x, y, z-in cəmi h-dir. X, y, z-ə baxın. Bura bir x dedim. Bura bir y, burada bir z. İndi S, A, B, S bərabərdir. Burada əmələ gələn üçbucaqların sahəsi S, A, K, B, S, B, K, S üzərinə gəlsin S, A, K, S-yə bərabərdir. Deməli, davamına baxaq. Bunun sahəsi nədir? AC vuraq H-ın yarısıdır. Bərabərdir nəyə? AB vuraq DK-nın yarısı üzərinə gəlsin. BS vurulsun KN-in yarısı üzərinə MA ya da KN. Üzərinə gəlsin AC vuraq KY-nin yarısına. Burada AB, AC, BS bir-birinə bərabərdir. Yəni, bu hissələr bir-birinə bərabərdir. Buna bölə bilərəm hər tərəfi. Buradan belə bir şey alacaq ki, H bərabərdir DK üzərinə gəlsin KN üzərinə gəlsin KY. Bu X idi, bu Z idi, bu da Y idi. Buradan da ispat bitmiş olar. Bu da ümumi bütün sualların izahı idi.